Son zamanlarda avtomobillərin bəzi ikinci əl ehtiyat hissələrinin yenisindən baha olduğu deyilir. Bunu satıcılar və ustalar da təsdiqləyirlər. Ustalar bildirirlər ki, buna səbəb ikinci əl ehtiyat hissələrinin daha keyfiyyətli olmasıdır. Bəzi avtomobillərin bəzi ehtiyat hissələri ikinci əl ehtiyat hissəsi birinci əl ehtiyat hissəsindən bahadır. Biz düşünürük ki, yeni ehtiyat hissəsi daha baha olmalıdır. Çünki bu yenidir. İşlənmiş ehtiyat hissəsi ucuz olmalıdır. Amma bazarda 70-80% demək olar ki, stabildir. Yəni qalan ehtiyat hissəsi isə yəni qismən ona bahadır. Yeni detal müştəri almır. Çünki yeni detal avtomobilin üzərində işləmir və həmən alınan detallar avtomobilin üzərində başlayır bir müddətdən sonra problem yaratmağa. Hətta bəzi detallar var ki, işlənmişi yenisindən bir neçə dəfə bahadır. 1300, hətta 1100 manata təklif olunan mühərrik var ki, bugünkü günü həmən mühərriklər ikinci əl ehtiyat hissəsi mağazasında 1500-1600 manat təklif edilir. Ön buferi yeni bazarda 300-400 manat məbləği təşkil edirsə, ikinci əl ehtiyat hissəsi bazarında isə 1300-1400 manat məbləği təşkil edir. Amortizator 70-80 manata biz təklif ediriksə, bazarda həmən ehtiyat hissəsi 30-40 manat. Suportlarıdır, 70-80 manat bizdədir, 40-50 manat bazardadır. Lavoy, məsəl üçün 300-400 manat bazarda təklif olunur, 450 manat isə bizdə təklif olunur. Kurlosu birinci əl ehtiyat hissəsi mağazasında 70-80 manat məbləğində təşkil edirsə, ikinci əl ehtiyat hissəsi mağazasında 130-140 manat məbləğ arasında oynayır. Həm satıcılar, həm də ustalar bildirirlər ki, işlənmiş ehtiyat hissələri yenisindən baha olsa da, bunlara tələbat daha çoxdur. Elbrus Kərimli, Səbuhi Mustafayev, Xəzər xəbər.